Bürc TV Qoroskop həvəskarlarına 15 oktyabr 2025-ci il tarifi üçün ulduz falını təqdim edir. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç. Günün əvvəlində ətrafınızdakı insanlarla mübahisələrə girməyin. Hər zaman haqlı olmayacaqsınız və emosional davranışınız münasibətləri poza bilər. Öz işlərinizə diqqət yönəldin, rutin tapşırıqlarla məşğul olun, sənədlərinizi qaydaya salın. Düşünülməmiş alış-verişlər üçün əlverişsiz gündür, planlaşdırdığınızdan artıq xərcləyə bilərsiniz. Zaman keçdikcə sakitləşəcək və pozitiv ruh halına köklənə biləcəksiniz. Günün ikinci yarısında əksər qoçlar planlaşdırdıqları işlərin öhdəsindən uğurla gələcəklər, vacib məsələləri həll edib, əvvəl gərginlik yaşadıkları insanlarla münasibətləri düzəldə biləcəklər. Ziddiyyətli gündür. Səhər həmkarlarla danışıqlar aparmaq sizin üçün çətin olacaq. Bir çox qoç xüsusilə həssas olacaq və eyni zamanda ünsiyyətdə nəzakətsizliyə meyilli olacaq. Kiçik anlaşılmazlıqlar və münaqişələr ola bilər. Günün ilk yarısı ciddi layihələrə başlamaq üçün çox münasib deyil. Nəticəsi tamamilə sizdən asılı olan rutin işlərlə məşğul olun. Bir az sonra vəziyyət yaxşılığa doğru dəyişəcək. Duyğularınızın öhdəsindən gələ və müsbət dalğaya köklənə biləcəksiniz. Qırılan münasibətləri düzəltmək və itirilmiş vaxtı bərpa etmək fürsəti yaranacaq. Gün mübahisəli olacaq. Səhər saatlarında həmkarlarınızı əməkdaşlığa sövq etmək çətin olacaq. Heç kim güzəştə getmək istəməyəcək, hər kəs təkid edəcək və birlikdə işləməkdən daha çox özünü təsdiq etmək barədə düşünəcək. Bəzi planlar gözlənilməz hallar müdaxilə etdiyi üçün dərhal yenidən qurulmalı olacaq. Ancaq çətin dövr uzun sürməyəcək. Əksər qoçlar onlara tanış olmayan mövzuları asanlıqla başa düşəcək, düzgün nəticələr çıxaracaq və yeni şeylər öyrənəcəklər. Günün ikinci yarısı həm işgüzar tərəfdaşlarla, həm də yaxınlarınızla ciddi söhbətlər üçün əlverişlidir. Qeyri-müəyyən bir gündür. Səhər saatlarında əksər qoçlar başqaları ilə ünsiyyətdə sakit və mehriban qalmaqda çətinlik çəkəcəklər. Ona görə də diqqəti işə cəmləmək çətin olacaq. Həddindən artıq seçici olmağa ehtiyac yoxdur. Özünüzün öhdəsindən gələ biləcəyiniz rutin işlərdən başlamaq daha yaxşıdır. Bu yolla siz tədricən iş ritminə daxil ola bilərsiniz. Günortaya qədər vəziyyət nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişəcək. Heç vaxt qarşılaşmadığınız bir çox problemləri həll edə biləcəksiniz. Təcrübəli müttəfiqlərin məsləhətləri məqsədə uyğun və vaxtında olacaq. Axşam saatlarında yaxınlarınıza kömək etmək üçün vaxt tapa biləcəksiniz. Qeyri-adi əlverişli gündür. Başqalarının maraqlarını yaxşı başa düşəcəksiniz, buna görə də hər kəslə qarşılıqlı faydalı şərtlərlə razılığa gələ biləcəksiniz. Xarici tərəfdaşlarla danışıqlar üçün çox yaxşı vaxtdır. Bəzi qoçlar nüfuzlu himayədarlar əldə edəcəklər. Qarşınızda maraqlı perspektivlər açılacaq və siz onları əldən verməyəcəksiniz. İlham və intuisiya sizə çətin vəziyyətlərdən çıxış yolu tapmağa kömək edəcək. Yeni tanışlıqlar qeyri-adi şəraitdə ola bilər. Axşam dostluq görüşləri üçün idealdır. Romantik görüşlər sizə çoxlu unudulmaz anlar yaşadacaq. Səhər ciddi işlər üçün çox uyğun deyil. Vəzifələrinizə laqeydlik etmək və əvvəllər verdiyiniz vədləri unutmaq istəyəcəksiniz. Bütün ideyalarınız reallaşmayacaq. Bununla belə gücünüzü toplamağa və işləri qaydasına salmağa çalışmağa dəyər. Bu yolla qoçların çoxu öz emosiyalarının öhdəsindən gələ və müsbət ruh halına düşə biləcəklər. Günortadan sonra əhvalınız yaxşılaşacaq. Heç vaxt tapmadığınız şeylərin öhdəsindən gələ biləcəksiniz. Son zamanlar gərginliyin yarandığı münasibətləri yaxşılaşdırmaq imkanı olacaq. Buğa. Başladığınız işləri yarımçıq qoymayın, nə qədər çətin olsa da sona çatdırın. Qeyri-adi tapşırıqlara başlamazdan əvvəl yaxşı düşünün, lazımi məlumat toplayın, təcrübəli həmkarlarınızla məsləhətləşin. Ən vacibi, tələsməyin, onda səhvlərdən qaça biləcəksiniz. Axşam saatları iş məsələləri üçün çox da əlverişli olmayacaq, ona görə vacib işləri təxirə salmayın. Əvəzində köhnə dostlarla ünsiyyət sizə sevinc gətirəcək. Son vaxtlar fikir ayrılıqları olsa belə, bugün asanlıqla anlaşa biləcəksiniz. Olduqca çətin gündür. Ciddi itkilər və bəlalar gözləmək lazım deyil. Lakin səhər saatlarında məhsuldar iş əhval-ruhiyyəsinə düşmək çətin olacaq.
ətrafınızdakilarla razılaşmaq da həmişəkindən daha çətin olacaq, hətta həmişə bir-birinizi yaxşı başa düşdüyünüz insanlarla da fikir ayrılığı yarana bilər, vacib qərarlar verməməli və tələsik vədlər verməməlisiniz. Günün ikinci yarısında buğaların çoxu səbirli olmalı olacaqlar. Heç yerə tələsməyin, təfərrüatlara diqqət yetirin, bir sıra ciddi səhvləri tapıb düzəldə biləcəksiniz. Çətin bir gündür, amma sevincsiz deyil. Həmkarlarla qarşılıqlı anlaşmaya nail olmaq çox asan olmayacaq. Xarici amillərin müdaxiləsi səbəbindən adi iş rejimi pozulacaq. Tez tənzimləməli olacaqsınız, buna görə də çeviklik və tez keçid qabiliyyəti buğaların əksəriyyəti üçün faydalı olacaq. Sizə deyilən hər şeyə inanmağa tələsməyin. Siz təsadüfən və ya qəsdən yanıla bilərsiniz, ona görə də hər hansı bir məlumatı 2 dəfə yoxlamaq və aydınlaşdırmaq vacibdir. Bütün gözləntiləriniz doğrulmayacaq. Yaxşı fürsətləri əldən verməmək üçün diqqətli olun. Gün uğurlu olacaq, xüsusən onun ilk yarısı. Əksər buğalar qeyri-adi dərəcədə cazibədar olacaqlar ki, bu da onların başqaları ilə münasibətlərinə ən yaxşı təsir göstərəcək. Nüfuzlu insanların rəğbətini qazana və əvvəllər bir-birinizi başa düşməkdə çətinlik çəkdiyiniz insanlarla anlaşa biləcəksiniz. Həmkarlarınızdan və ya biznes tərəfdaşlarınızdan biri ilə romantik münasibətlərin başlanğıcı istisna deyil. Axşama doğru biraz əsəbiləşəcəksiniz, ona görə də səbirli olmağınız yaxşı olardı. Yaxınlarınızın zəif tərəflərinə qarşı biraz daha laqeydlik göstərin, bu münaqişələrdən qaçmağa kömək edəcək. Bu ən asan gün deyil, amma yaxşı anlar da olacaq. Səhər narahatlığının öhdəsindən gəlmək çətin olacaq. Köhnə problemlər yenidən sizi təqib edə və planlarınızı yenidən düşünməyə vadar edə bilər. Bir çox buğa başqaları ilə ortaq dil tapmaqda çətinlik çəkəcək, çünki onlar güzəştə getmək və həmsöhbətini dinləmək istəməyəcəklər. Bununla belə istəsəniz, özünüzü bir yerə çəkə, bütün vacib işləri tamamlaya və sizin üçün vacib olan əlaqələri yaxşılaşdıra biləcəksiniz. Axşama yaxın bəzi məsələləri həll etmiş olacaqsınız, bəziləri isə öz-özünə həll olunacaq. Səhvləri düzəltmək və itirilmiş vaxtı bərpa etmək mümkün olacaq. Gün yaxşı başlayacaq, lakin çətin keçsin. Səhər saatlarından emosional yüksəliş hiss edəcəksiniz, beləliklə yığılmış bütün problemlərin öhdəsindən gələ biləcəksiniz. Ev işləri, yaşlı qohumlara kömək etmək və yaxınlarınızla səmimi söhbətlər üçün yaxşı vaxtdır. Bununla belə, bəzi buğalar biraz əsəbiləşə bilər. Sizin üçün vacib olan münasibətləri pozmamaq üçün özünüzü idarə etməyə çalışmaq vacibdir. Axşam yaxınlarınızla gələcək planlarınızı müzakirə etmək üçün əlverişli zamandır. Arzularınızı və ümidlərinizi bölüşə, çoxlu yeni təmas nöqtələri tapa biləcəksiniz. Əkizlər. Səhər əhvalınız o qədər də yaxşı olmayacaq. Vacib insanlarla ünsiyyətdə kiçik çətinliklər mümkündür. Bacardıqca rəhbərliyin gözünə görünməməyə çalışın. Ailəli əkizlər eyni anda həm ev, həm də iş problemlərini həll etməli olacaqlar. Amma bu çətinliklər müvəqqətidir, hər şey tezliklə qaydasına düşəcək. Günün ortalarına yaxın özünüzdə güc artımı hiss edəcəksiniz. Bir çox mürəkkəb məsələni həll etmək mümkün olacaq. Ünsiyyətdə səmimi və açıq olacaqsınız, bu hər kəsin xoşuna gəlməsə də istədiyiniz nəticəni verəcək. Sevdiyiniz insanın dəstəyi isə çox yerinə düşəcək. Hər şey rəvan getməyəcək. Günün ilk yarısı üçün vacib heç nə planlaşdırmayın. Qərar vermək və vəziyyəti düzgün qiymətləndirmək çətin olacaq. Tanımadığı sualların öhdəsindən gəlmək də asan olmayacaq. Əksər əkizlər diqqətini cari işlərə yönəltməli, işlərində və sənədlərində işləri qaydasına salmalıdırlar. Heç yerə tələsməyə və ekstravagant həllər axtarmağa ehtiyac yoxdur. Tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək. Mənəvi yüksəliş hiss edəcəksiniz və ətrafınızdakilarla razılığa gələ biləcəksiniz. Yaxınlarınız sizə emosional dəstək verəcəklər. Gününüz xoş keçsin. Güc və enerji artımı başqalarının imkanlarından kənarda olan iş həcminin öhdəsindən gəlməyə imkan verəcəkdir. Yaradıcı yanaşma bir çox əkizlərə çətin vəziyyətlərdə zərif və qeyri-ənənəvi həll yolu tapmağa kömək edəcək. Əqdlərin bağlanması üçün əlverişli dövrdür. Dürüstlüyünüz bəziləri üçün həddindən artıq görünə bilər, lakin bu istənilən danışıqlarda qeyri-müəyyənlikdən qaçmağa kömək edəcək. Axşam yeni əlaqələr qurmaq və pozulmuş əlaqələri bərpa etmək üçün əlverişlidir.
İlk addımı atmalı olacaqsınız, sonra hər şey sizin xeyrinizə olacaq. Sizi məşğul və məhsuldar gün gözləyir. Səhər güc və enerji artımı hiss edəcəksiniz. Əzmkarlıq və özünə inam sizə ən çətin işlərin öhdəsindən gəlməyə və rəhbərliyin gözündə yaxşı reputasiya yaratmağa imkan verəcək. Səyləriniz bəhrəsini verəcək, ancaq bir müddət sonra bəhrəsini alacaqsınız. İdeyalarınız bəyənmə və dəstəklə qarşılanacaq. Böyük sövdələşmələr bağlamaq üçün əlverişli zamandır. Günün ikinci yarısında başqaları ilə münaqişələrin qarşısını almaq üçün emosiyalarınızı cilovlamağa çalışmaq vacibdir. Söz seçimində diqqətsiz olmaq sizə zərər verə bilər. Qarşıda sizi məşğul gün gözləyir. Unutmağa müvəffəq olduğunuz əvvəllər verdiyiniz vədləri yerinə yetirmək üçün planlarınızı tez bir zamanda yenidən qurmalı olacaqsınız. Adətən yaxşı yola getsəniz belə ətrafınızdakilarla razılaşmaq həmişə mümkün olmayacaq. Əkizlərin çoxu vacib olana diqqət yetirməkdə çətinlik çəkəcək və diqqətini xırda şeylərlə yayındırmayacaq. İşlərinizi və sənədlərinizi qaydasına salmağa dəyər. Siz sakitləşə və düzgün əhval-ruhiyyəyə girə biləcəksiniz. Bütün ideyalarınız həyata keçirilməyəcək, lakin bu dərhal aydın olmayacaq. Heç yerə tələsməyin və xüsusilə günorta saatlarında mühüm qərarlar qəbul etməyin. Gün çox rəvan başlamayacaq, amma işlər sürətlə yaxşılaşacaq. Səhər vacib qərarlar qəbul etmək üçün çox uyğun deyil. Bir çox əkizlər öz fikirlərini toplamaq və düzgün nəticələr çıxarmaqda çətinlik çəkəcəklər. Buna görə də adi ev işlərini görməyə və biraz gözləməyə dəyər. Tezliklə müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək, günün ikinci yarısı yaxşı keçəcək. Yaxınlarınızla inam yaratmaq üçün əla vaxtdır. Çoxdan pozulmuş bir əlaqəni yeniləmək istəmisinizsə, bunun üçün fürsət özünü göstərəcək və sonra hər şey yalnız sizdən asılı olacaq. Xərçəng. Bu gündən çox şey gözləməyin. İş əhvalına köklənmək çətin olacaq. Özünüzə güzəştə getmək, məsuliyyəti biraz arxa plana atmaq istəyəcəksiniz. Buna görə də işgüzar münasibətlərdə hər şey istədiyiniz kimi getməyə bilər. Yeni layihələrə başlamayın, daha çox gündəlik işlərlə məşğul olun və özünüzü yükləməyin. Maliyyə məsələlərində diqqətli olun, düşünülməmiş alış-verişlər peşmanlıq gətirə bilər. Şəxsi münasibətlərdə səbirli olmağa çalışın. Yaxınlarla kiçik mübahisələr mümkündür, amma onlar ciddi problemə çevrilməyəcək, sadəcə əhvalınızı biraz poza bilər. Olduqca yaxşı gündür. Səhər xüsusilə sərfəli sövdələşmələr bağlaya biləcəksiniz. İnandırıcılıq və bəlağət sizin əlinizdə oynayacaq. Xarici tərəfdaşlarla danışıqlar üçün xüsusilə əlverişli zamandır. Bəzi xərçənglər daha çox uzatmadan qəbul etməyə dəyər olan sərfəli və perspektivli təkliflər alacaqlar. Bütün ideyalarınız reallaşmayacaq, lakin bu daha yaxşıya doğru olacaq. Günün ikinci yarısında kiçik gözlənilməz gecikmələr ola bilər ki, bu da hədəfinizə doğru irəliləyişinizi çətinləşdirəcək. Səbirli olun, hər şey tezliklə dəyişəcək. Asan gün deyil. Bütün planlarınız gerçəkləşməyəcək. Bir çox xərçənglər işin nəticələrinə ən yaxşı təsir göstərməyəcək əhəmiyyətsiz xırda şeylərdən yayınmağa meyilli olacaqlar. Təcili həllər tələb edən gözlənilməz problemlər yarana bilər. Ciddi və iri miqyaslı layihələri üzərinizə götürməməlisiniz. Ancaq çox çətinlik çəkmədən rutin işlərin öhdəsindən gələcəksiniz. Başqalarından kömək ümidləriniz özünü doğrultmayacaq. Başqalarına onlardan nə istədiyinizi izah etmək çətin olacaq. Buna görə də ilk növbədə öz gücünüzə güvənin və artan iş yükünü götürməyin. Ən asan gün deyil. Gözlənilməz anlaşılmazlıqlar sizi biraz yoldan çıxaracaq. İstədiyiniz nəticəni əldə etmək üçün daha çox səy və vaxt sərf etməli olacaqsınız. Bütün ideyalarınız reallaşmayacaq, lakin siz bunu dərhal dərk etməyəcəksiniz. Bəzi səylər boşa çıxacaq. Bugün böyük layihələrə başlamamalısınız, diqqətinizi cari işlərə və başladığınız işi tamamlamağa yönəltmək daha müdrik olardı. Bir az sonra xərçənglərin əksəriyyəti vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini görəcəklər. Mənəvi yüksəliş və mehriban münasibət, hətta çox yaxşı münasibət qurmadığınız insanlarla da ümumi dil tapmağa kömək edəcək. Gün ünsiyyət və şəbəkələşmə üçün mükəmməldir. Siz emosional yüksəliş və güc artımı hiss edəcəksiniz, buna görə də heç bir kiçik uğursuzluq şövqünüzü soyutmayacaq.
Siz vacib biznes məsələlərini müzakirə edə və bütün iştirakçılara uyğun uğurlu həllər tapa biləcəksiniz. Cazibədarlığınıza qarşı çıxmaq mümkün olmayacaq. Bundan öz xeyrinizə istifadə etməkdən çəkinməyin. Başqalarının gücü çatmayan məsələləri həll edə biləcəksiniz. Günün sonunda bir çox xərçənglər əvvəllər təxirə saldıqları şeylərə diqqət yetirməli olacaqlar. Çox çətin olmayacaq, ancaq axşama olan planlarınızı biraz yenidən nəzərdən keçirməyə məcbur edəcək. Olduqca yaxşı gündür. Səhər xüsusilə dərs oxumaq, imtahanlara hazırlaşmaq və təhsil almaq üçün əlverişlidir. Siz asanlıqla yeni bacarıqlara yiyələnəcək və ən çətin problemləri belə həll edəcəksiniz. Qazandığınız biliklər tezliklə sizin üçün faydalı olacaq. Bir çox xərçənglər özlərində yaradıcı qabiliyyətlər kəşf edəcəklər ki, bu da onlara bir çox perspektivli ideyalar irəli sürməyə kömək edəcək. Onları tək həyata keçirmək məcburiyyətində deyilsiniz, etibarlı müttəfiqlər mütləq kömək edəcəklər. Axşama doğru işlərinizi və şəxsi sənədlərinizi qaydasına salmağınız zərər verməz. Siz bəzi kiçik qüsurları aşkar edəcək, onları tez bir zamanda düzəldə və gələcəkdə problemlərin qarşısını alacaqsınız. Şiir. Bugün ən cəsarətli planlar qurmaq üçün münasib zamandır. Siz mürəkkəb məsələlərin həllinə fərqli yanaşma tapa biləcəksiniz. Yeni bacarıqlar öyrənmək və ixtisasınızı artırmaq üçün də əlverişli gündür. İş çox olacaq, amma siz hər şeyin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında əksər şirlər başqalarının gözündə daha cəlbedici görünəcəklər. Faydalı tanışlıqlar mümkündür. Bəzi iş münasibətləri romantik əlaqəyə çevrilə bilər. Çətinlikləri olmasa da pis gün deyil. Səhər saatlarında narahatlığın öhdəsindən gəlmək çətin olacaq, hətta onlar üçün əhəmiyyətli səbəblər yoxdur. Səbirli olun. Yavaş-yavaş özünüzü bir yerə çəkə biləcəksiniz. Günün ortalarına doğru bir çox şirlər müsbət əhval-ruhiyyədə olacaq və bir sıra problemləri həll edə biləcəklər. Başqalarının məsləhətləri faydalı ola bilər, buna görə də mövzu haqqında çox şey bildiyinizi düşünsəniz belə ona qulaq asın. Axşam saatlarında yaxınlarınızın işləri ilə məşğul olmalı olacaqsınız, lakin bu sizə yük olmayacaq və münasibətlərinizə ən əlverişli təsir göstərəcək. Qeyri-müəyyən bir gündür. Səhər saatlarında ciddi və məsuliyyətli vəzifələr götürməməlisiniz, xüsusən də digər insanların cəlb edilməsini tələb edirsə. Əksər şirlər başqaları ilə qarşılıqlı anlaşmaya nail olmaqda çətinlik çəkəcəklər. Danışıqlar aparmaq üçün yaxşı vaxt deyil. Şöhrətpərəstliyiniz və inadkarlığınız nüfuzunuza yaxşı təsir göstərməyə bilər. Bununla belə enerjinizi düzgün istiqamətə yönəltsəniz, təsirli nəticələr əldə edəcəksiniz. Bir az sonra müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Siz emosiyaların öhdəsindən gələcək, çoxlu yaxşı imkanlar görəcək və onlardan uğurla yararlanacaqsınız. Qeyri-müəyyən bir gündür. Səhər bir çox şirlər eyni vaxtda məişət problemləri və iş məsələləri ilə məşğul olmalı olacaqlar. Hər şey düzələcək, amma diqqəti yayındırmağa vaxt olmayacaq. Çoxdandır gözlədiyiniz mühüm xəbərləri almağınız mümkündür. Təcrübəli dostların məsləhətlərinə qulaq asın, onlar sizə faydalı fikirlər verəcəklər. Duyğularınızı idarə etmək asan olmaya bilər, amma ən azı bunu etməyə çalışmaq vacibdir. Bununla siz həmkarlarınızla anlaşılmazlıqdan və yaxınlarınızla münaqişələrdən qaçacaqsınız. Axşamı sakit atmosferdə keçirmək daha yaxşıdır. Gün yaxşı başlayacaq, ona görə də işləri çox uzun müddətə təxirə salmamağa çalışın. Həm həmkarlarla təmasda, həm də yaxın insanlarla ünsiyyətdə kobud kənarları hamarlamaqda yaxşı olacaqsınız. Əksər şirlər yaradıcı qabiliyyətlər nümayiş etdirəcəklər ki, bu da onlara mürəkkəb problemlərə gözlənilməz bucaqdan baxmaq imkanı verəcək. Çox güman ki, yeni maraqlar yaranacaq. Yeni şeyləri sınamaq və öyrənmək üçün yaxşı vaxtdır. İşgüzar münasibətlərin romantik münasibətlərə çevrilməsi mümkündür. Bununla belə hisslərinizin işinizə təsir etməməsi üçün işlərdə tələsməməyə diqqət etməlisiniz. Çoxlu imkanlar gətirəcək məşğul gündür. Siz güc və həvəslə dolu olacaqsınız və ətrafınızdakıları istənilən planları həyata keçirməyə ruhlandıra biləcəksiniz. Bir çox şirbürcü qeyri-adi dərəcədə cazibədar olacaq ki, bu da onlara insanları asanlıqla qazanmağa imkan verəcək. Uzun müddətli dostluğa, qarşılıqlı faydalı əməkdaşlığa və ya hətta romantik hekayəyə çevriləcək tanışlıqlar etmək imkanı olacaq.
Günün sonuna doğru gözlənilməz fəsadlar yarana bilər. Qohumlarla fikir ayrılıqları mümkündür, amma istəsəniz bütün kobud kənarları asanlıqla hamarlaya bilərsiniz. Qız. Səhər saatları məsuliyyətli işlər üçün uyğun deyil. Ruh halınız bir qədər yüngül və laqeyd ola bilər. Tələsik və düşünülməmiş vədlər verməyin, onları yerinə yetirmək çətin ola bilər. Günün ortalarına doğru fikirlərinizi toplayacaq və vəziyyəti düzgün qiymətləndirə biləcəksiniz. Bax, o zaman ciddi işlərə başlamaq olar. Bir çox qızlar uğurlu sövdələşmələr bağlayacaq və yeni faydalı əlaqələr quracaqlar. Yaxınlarınız sizin işlərinizə qarışmağa cəhd göstərə bilərlər. Onların enerjisini düzgün istiqamətə yönəldin, hansı sahədə sizə dəstək lazım olduğunu açıq deyin. Beləliklə, həm onlar özlərini faydalı hiss edəcəklər, həm də siz mübahisələrdən yayınacaqsınız. Məşğul gündür. Ətrafınızdakilarla həmişə ortaq dil tapa bilməyəcəksiniz. Hər kəs öz-özünə israr edəcək, heç kim qarşı tərəfi dinləmək və güzəştə getmək istəməz. Bununla belə təkəbbürlərini cilovlamağı bacaran qızlar hələ də iş ortaqları, həmkarları və rəhbərliklə dil tapacaqlar. Təmkin və incəlik sizin xeyrinizə işləyəcək. Yaradıcı və mürəkkəb işlərin öhdəsindən gəlmək çətin olacaq, ancaq gündəlik işlərin öhdəsindən həmişəkindən daha asan gələcəksiniz. Günün ikinci yarısı şəxsi həyatınızda xoş xəbərlər və sürprizlər gətirə bilər. Aktiv və hadisələrli gündür. Müxtəlif insanlarla çoxlu söhbətlər edəcəksiniz. Bəzi qız bürcləri iş tapşırıqlarını ailə məsələləri ilə birləşdirməli olacaqlar və heç bir xüsusi çətinlik çəkmədən hər şeyin öhdəsindən gələ biləcəklər. Həmkarların və ya yaşlı tanışların məsləhətlərinə laqeyd yanaşmayın, heç olmasa onlar sizə yaxşı fikirlər verəcəklər. Gün ərzində enerjili və qətiyyətli olacaqsınız. Təşəbbüs göstərmək, təkliflər vermək və gələcək üçün planları müzakirə etmək üçün əlverişli zamandır. Bu, təkcə iş məsələlərinə deyil, həm də ürək məsələlərinə də aiddir. Olduqca çətin gündür. Bəzi fikirləriniz çox uzaq görən olacaq, ona görə də şübhəli görünən layihələrə vaxtınızı sərf etməyin. Sizdən asılı olmayan səbəblərə görə işdə gözlənilməz gecikmələr ola bilər. Sakit olmağa çalışın, hazırki işinizi edin və tələsik qərarlar verməyin. Axşam saatlarında yaxınlarınızla ünsiyyət zamanı xüsusi səbr nümayiş etdirməli olacaqsınız. Köhnə problemlər sizə özlərini xatırladacaq, lakin siz onların öhdəsindən uğurla gələcəksiniz. Ciddi söhbətlərə başlamağa ehtiyac yoxdur, xoş və rahat bir iş görmək daha yaxşıdır. Ən asan gün deyil. İşlərinizin vəziyyəti ilə bağlı narahatlıqların öhdəsindən gəlməkdə çətinlik çəkəcəksiniz. Narahatlarınızın çoxu əsassız çıxacaq, amma yenə də özünüzü dərhal bir yerə yığa bilməyəcəksiniz. Bir çox qız bürcü həmkarları və tərəfdaşları ilə ortaq dil tapmaqda çətinlik çəkəcək. Bununla belə, həm söhbətinizi başa düşməyə çalışsanız və həddindən artıq inadkarlıq göstərməsəniz, sonda məqsədlərinizə çatacaqsınız. Günün ikinci yarısında qətiyyət və əzmkarlıq ən yaxşı müttəfiqlərinizə çevriləcək. Başladığınız işi uğurla başa çatdıracaq, səhvləri düzəldəcək və son vaxtlar yaranan çətinliklərin öhdəsindən gələcəksiniz. Olduqca uğurlu gündür. Sakitlik və emosional sabitlik istənilən gözlənilməz hadisələrin öhdəsindən gəlməyə kömək edəcək. Ciddi problemlər yaranmayacaq, hazırki ev işləri sizə ağır gəlməyəcək. Bir çox qız bürcü yaşlı qohumlarının məsləhətlərinə qulaq assa yaxşı olar. İndi yaxınlarınıza kömək etmək üçün doğru zamandır, bunun üçün vaxt və fürsət tapacaqsınız. Axşam qonaqları qəbul etmək üçün idealdır. Üstəlik, nəinki əylənəcəksiniz, həm də sizi maraqlandıran mövzuları müzakirə edə biləcəksiniz. Tərəzi. Günün birinci yarısını sakit və sizə tanış işlərə həsr etmək daha yaxşıdır. Diqqəti toplamaq və prioritetləri düzgün müəyyənləşdirmək çətin olacaq. Əhəmiyyətsiz detallara aludə olub vəziyyəti düzgün qiymətləndirməmək riski var, buna görə də bitməmiş işləri tamamlamaq, daha ciddi məsələləri isə sonraya saxlamaq məsləhətdir. Tezliklə əvvəllər buraxdığınız bəzi səhvləri düzəltmək imkanı yaranacaq. Özünüzdən çox şey tələb etməyin və tələsməyin, onda hər şeyə çatacaqsınız. Ailəli tərəzilərə axşamı yaxınları ilə keçirmək xeyir verəcək. Gün olduqca yaxşı başlayacaq, ona görə də anı dəyərləndirin.
İntuisiyanız kəskinləşəcək və qeyri-standart vəziyyətlərdə həll yollarını tapmağa kömək edəcək. Bir çox tərəzilər tezliklə işdə faydalı olacaq, faydalı bir şey öyrənə biləcəklər. İmtahanlara hazırlıq da asan və uğurlu olacaq. İdeyalarınızı rəhbərliyə təqdim etməkdən çəkinməyin, onlar təqdir olunacaq və siz öz nüfuzunuzu gücləndirəcəksiniz. Düzgün yanaşma ilə siz təkcə mövcud problemləri həll etməyəcəksiniz, həm də gələcəkdə onların baş verməsinin qarşısını alacaqsınız. Axşam saatlarında müsbət münasibət saxlamaq çətin olacaq. Siz həssas ola bilərsiniz, ancaq sevilən birinin dəstəyi emosiyalarınızın öhdəsindən tez gəlməyə kömək edəcək. Vacib məsələləri axşama qədər təxirə salmayın. Günün ilk yarısı xüsusilə uğurlu və məhsuldar olacaq. Bir çox tərəzilər özləri üçün son dərəcə sərfəli şərtlərlə sövdələşmələr bağlaya biləcəklər. Çox güman ki, ümidverici təkliflər alacaqsınız. İntuisiyanız sizə dərhal onları götürməyiniz lazım olduğunu və ya biraz gözləməyin daha yaxşı olub-olmadığını söyləyəcək. Bütün ideyalarınız reallaşmayacaq. Günün ikinci yarısında impulsiv qərarlara meyilli olacaqsınız və bu həmişə uyğun olmayacaq. Nəticə çıxarmağa tələsməyin. Detallara daha çox diqqət yetirin, bu zəhlətökən səhvlərdən qaçmağınıza kömək edəcək. Ziddiyyətli gündür. Səhər bir çox tərəzilər biraz impulsiv olacaqlar ki, bu da həmişə iş nəticələrinə yaxşı təsir göstərməyəcək. Lakin müsbət tendensiyaların təsiri tezliklə üstünlük təşkil edəcək. Hamının uzun müddət həll etməkdə tərəddüd etdiyi mühüm biznes məsələlərini həll etmək mümkün olacaq. İnandırmaq və danışıqlar aparmaq bacarığınız əlinizdə olacaq. Günortadan sonra çölə çıxmaq istisna deyil. Onlar sizə təkcə zövq verməyəcək, həm də həm xoş, həm də faydalı olacaq tanışlıqlar qazanmağınıza kömək edəcəklər. Ziddiyyətli gündür. Səhər başqaları ilə sizin üçün əlverişli şərtlərlə danışıqlar aparmaq asan olacaq. Dürüstlük və düzlük sizin xeyrinizə işləyəcək, bəzilərinin xoşuna gəlməsə də. Enerji və ambisiya sizə təsir edici nəticələr əldə etməyə imkan verəcək. Plana uyğun hərəkət edən tərəzilər gələcək uğurları üçün möhkəm zəmin yaradacaqlar. Axşama doğru gözlənilməz anlaşılmazlıqlarla üzləşməli olacaqsınız. Səbirli olmalı və maksimum diqqətli olmalısınız. Lazımsız risklərdən çəkinin, əks halda öz səhvlərinizi düzəltmək üçün uzun müddət sərf etməli olacaqsınız. İşləri sonraya qoymayın. Səhər siz güc və ilhamla dolu olacaqsınız. İntuisiya çətin vəziyyətlərdən çıxış yolu təklif edəcək. Dostluq əlaqələrini möhkəmləndirmək üçün gözəl vaxtdır. Uzun müddətdir görmədiyiniz insanlarla görüşə biləcəksiniz. Ünsiyyət sizə çox sevinc gətirəcək və sizə yeni ideyalar verəcək. Gözlənilməz maliyyə gəlirləri ola bilər. Axşam saatlarında başqaları ilə mübahisə etməməlisiniz. Həmişə özünüzü idarə edə bilməyəcəksiniz və çox danışa bilməyəcəksiniz. Çətin işlərə başlamaq lazım deyil, istirahət etmək və bərpa etmək daha vacibdir. Əqrəb. Günün birinci yarısında ehtiyatlı olun. Tələsik qərarlar səhvlərə gətirib çıxara bilər. Hər detalı tam anlamadan addım atmaq riski var, buna görə də şübhəniz varsa, təcrübəli insanlarla məsləhətləşin. İşgüzar ünsiyyət üçün uğurlu gündür. Kütləvi tədbirlərdə iştirak sizə həm fayda, həm də zövq gətirəcək. Bir çox əqrəblər ətrafındakı insanlarda güclü rəğbət oyadacaq və məqsədlərinə asanlıqla çatacaqlar. Bəzi iş münasibətləri romantik istiqamətə keçə bilər. Gün asan başlamayacaq. Səbirli olun, xüsusən səhər saatlarında buna ehtiyacınız olacaq. Başqa insanların iştirakını tələb edən problemləri həll etmək çətin olacaq. Adətən bir-birinizi asanlıqla başa düşdüyünüz insanlarla belə ümumi dil tapmaq üçün çox çalışmalı olacaqsınız. Bir çox əqrəblər xırda şeylərdən yayınmağa meyilli olacaqlar. Buna görə də diqqət və konsentrasiya tələb edən iş adi haldan daha çox vaxt və səy tələb edəcək. Axşama yaxın şəxsi həyatınızda xoş dəyişikliklər qeyd olunacaq. İşgüzar münasibətlərin maraqlı insanlarla romantik və ya perspektivli tanışlıqlara çevrilməsi ehtimalı yüksəkdir. Ən asan gün deyil. Bununla belə, səhər qarşınızda əlverişli imkanlar açılacaq, bundan yararlanmaq vacibdir. Yeni tərəfdaşlarla danışıqlar aparmaq əla olacaq. Bir çox əqrəblər öz layihələrinə perspektivli sponsorlar cəlb edə biləcəklər.
Rəhbərlik və digər nüfuzlu insanlarla münasibətlər qurmaq üçün əlverişli zamandır. Heç bir ciddi işi axşama qədər təxirə salmayın. Başladığınız işi bitirin, səhvləri düzəldin və sənədlərinizi sıraya qoyun. Növbəti gündən əvvəl kifayət qədər dincəlmək çox vacibdir. Heç yerə tələsməyin, onda hər şey yaxşı olacaq. Həmişə ilk cəhddə iş problemlərini həll edə bilməyəcəksiniz, amma əzmkarlıq öz bəhrəsini verəcək. Günün əvvəlində diqqətinizi adi işlərə yönəltmək və vaxtilə təxirə saldığınız işləri sona çatdırmaq daha yaxşıdır. Bəzi əqrəblər başqaları ilə əməkdaşlıqda razılaşmaqda çətinlik çəksələr də bir çox işin öhdəsindən tək başına gələ biləcəklər. Bir az sonra mənəvi yüksəliş və güc artımı hiss edəcəksiniz. Soyuqlaşan münasibətləri yaxşılaşdırmaq fürsəti yaranacaq. Çoxdankı rəqiblər yanınıza gələcək. Olduqca çətin gündür. Ünsiyyətinizdə çox da kateqoriyalı olmamalısınız, əks halda başqaları ilə münasibətlərinizi korlamaq riski daşıyırsınız. Bəzi əqrəblər həddən artıq təmkinli olacaqlar və bu, onların diqqətlərini işə cəlb etmələrinə mane olacaq. Biznesdə kiçik uğursuzluqlar mümkündür, lakin kifayət qədər səy göstərsəniz, onların öhdəsindən gələcəksiniz. Lakin iri miqyaslı layihələrə başlamaq üçün gün o qədər də münasib deyil. Yeni bir şey öyrənmək asan olmayacaq. Böyük miqdarda məlumatı yadda saxlamaq həmişəkindən daha çətin olacaq. Axşam üçün ciddi işlər planlaşdırmayın, dincliyinizi bərpa etmək üçün onu sakit mühitdə keçirin, gününüz xeyir. Uzun müddətdir həll etmədiyiniz bütün məsələləri həll edəcəksiniz. Davamlı mübahisə etdiyiniz insanlarla münasibətlərinizi yaxşılaşdıra biləcəksiniz. Güc və enerji artımı yalnız planlaşdırılan hər şeyin öhdəsindən gəlməyə deyil, həm də yaxınlarınıza işlərində kömək etməyə imkan verəcəkdir. Gələcəklə bağlı planlar qurmaq üçün əla zamandır, ağlınıza çoxlu maraqlı şeylər gələcək. Bir çox əqrəb qeyri-adi dərəcədə inandırıcı olacaq, bu da onlara tezliklə rol oynayacaq faydalı əlaqələr qurmağa kömək edəcək. Axşam çoxdan planlaşdırılan alışlar üçün münasibdir. Ox atan. Bugün məhsuldar, amma biraz qarışıq olacaq. İş və ailə ilə bağlı bir çox vacib məsələləri müzakirə etməli olacaqsınız. Bəzi ox atanlar üçün önəmli bir xəbər almaq mümkündür. Etibar etdiyiniz, təcrübəli insanların məsləhətlərinə qulaq asmaq faydalı olacaq. Fikirləriniz uğurlu olacaq və həmkarlar, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Boş söhbətlərə vaxt itirməməyə çalışın, onda bütün planlaşdırdıqlarınızı həyata keçirə biləcəksiniz. Axşam qeyri-rəsmi şəraitdə peşəkar məsələləri müzakirə etmək üçün münasib zamandır. Həmçinin ortaq maraqlarınız olan dostlarla görüşmək də xeyirli olacaq. Pis gün deyil. Səhər saatlarından optimist olacaqsınız. Əzmkarlıq və özünə inam kiçik çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Həvəsiniz yoluxucu olacaq və ətrafınızdakıları məhsuldar işləməyə ruhlandıra biləcəksiniz. Əvvəllər sizə qarşı heç bir xüsusi sevgi göstərməyən inadkar insanlarla belə yaxşı danışıqlar apara biləcəksiniz. Bütün ideyalarınız reallaşmayacaq. Günortadan sonra ox atanların əksəriyyəti sürəti bir qədər azaltmalı, daha ehtiyatlı davranmalı və detallara xüsusi diqqət yetirməlidirlər. Onda zəhlətökən səhvlərdən qaça biləcəksiniz. Gününüz xoş keçsin. Uzun müddət başlamağa cəsarət etmədiyiniz işlərin öhdəsindən belə gələcəksiniz. İdeyalarınız ətrafınızdakıların tam təsdiqi ilə qarşılaşacaq. Həmkarlarınızın və rəhbərliyin gözündə nüfuzunuzu gücləndirə biləcəksiniz. Ox atanların əksəriyyəti işlərində faydalı olacaq, faydalı bacarıqları öyrənə biləcəklər. Danışıqlar və ciddi məsələlərin müzakirəsi qeyri-adi şəkildə müsbət gedəcək. Günün ikinci yarısı mövcud münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək üçün mükəmməldir. Bu iş, biznes və şəxsi həyata aiddir. Yaxınlarınızın işlərinizə müdaxiləsi təəccüblü dərəcədə müsbət olacaq. Gününüz xoş keçsin. İlk növbədə siz yeni əlaqələr qura və köhnə əlaqələri bərpa edə biləcəksiniz. Artan cəlbediciliyiniz heç kəsi laqeyd qoymayacaq. Əməkdaşlıq qarşılıqlı faydalı olacaq və gəlirinizi əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Bir çox ox atanlar yaradıcılıq qabiliyyətlərini oyatacaqlar ki, bu da onlara çətin vəziyyətlərdə qeyri-standart həllər tapmağa imkan verəcək. Nüfuzlu patronlar əldə edə və ya layihəniz üçün sponsor tapa biləcəksiniz.
Bütün vacib işləri axşama qədər tamamlamağa çalışın ki, dincəlmək və yaxınlarınızla ünsiyyət üçün kifayət qədər vaxtınız olsun. Çox şey əldə olunacaq, amma uğursuzluqlar da olacaq. Günün əvvəlində cəlbediciliyiniz artacaq, ona görə də müxtəlif insanlarla ünsiyyət qurmaq asan olacaq. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcək. Yaradıcı ilham bir çox oxatanlara çətin vəziyyətlərdə uğurlu həll yolları tapmağa kömək edəcək. Rəhbərliyin gözündə özünü sübut etmək imkanı yaranacaq. Eyni zamanda işin çoxluğundan bəzi çaşqınlıqları da istisna etmək olmaz. Sizə prioritet vermək və xırda şeylərdən yayınmamaq çətin olacaq. Qeyri-müəyyən bir gündür. Səhər narahatlıq və narahatlıq ən əhəmiyyətsiz səbəblərdən qaynaqlanır. Diqqətinizi işinizə cəmləməkdə çətinlik çəkəcəksiniz. Buna görə də vacib bir şey etməmək, uzağa gedən nəticələr çıxarmamaq və tələsik vədlər verməmək daha yaxşıdır. Bütün ideyalarınız reallaşmayacaq, lakin siz bunu dərhal dərk etməyəcəksiniz. Vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Oxatanların əksəriyyəti öz emosiyalarının öhdəsindən uğurla gələcəklər. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək fürsəti yaranacaq. Oğlaq. Özünüzü ələ alın, səhər emosiyalarınızı idarə etmək çətin olacaq. İmpulsiv davranış bir çox məsələlərin həllinə mane ola bilər. Tələsməyin, sakitləşmək üçün özünüzə vaxt verin, sonra planlaşdırdığınız işlərə keçin. Pozitiv əhval-ruhiyyədə olan oğlaqlar vacib tapşırıqları uğurla həll edə biləcəklər. Bağlanmış müqavilələr gəlir gətirəcək, imzalanan sənədlər uğurlu olacaq. Yeni bilikləri mənimsəmək asan olacaq və bu, gələcəkdə peşəkar dəyərinizi artıracaq. Olduqca mübahisəli gündür. Bir çox oğlaqlar bir qədər şübhəli və həssas olacaqlar. Eyni zamanda ünsiyyətdə nəzakətsiz olmağa meyilli olacaqsınız, bu da başqaları ilə münasibətlərinizə ən yaxşı təsir göstərməyəcəkdir. Münaqişələrdən qaçmağa çalışmaq vacibdir. Kənardan kömək almadan həll edə biləcəyiniz cari işlərə diqqət yetirməyə çalışın. Günün ikinci yarısı uğurlu olacaq. Xüsusilə əlverişli şərtlərlə əməkdaşlıq haqqında razılığa gəlmək imkanı olacaq. Perspektivli təkliflər almaq ehtimalı var, intuisiyanız sizə onların həqiqətən göründüyü qədər yaxşı olub olmadığını söyləyəcək. Gərgin, lakin mübahisəli gündür. Müxtəlif insanlarla danışıqlar aparmaqda yaxşı olacaqsınız. Siz həm söhbətinizin gizli motivlərini asanlıqla başa düşəcək və onu haqlı olduğunuza inandırmaq üçün düzgün sözlər tapacaqsınız. Qeyri-adi məsələləri başa düşə biləcəksiniz. Bu prosesdə işinizdə sizə faydalı olacaq şeyləri öyrənəcəksiniz. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq, buna görə də bir çox oğlaq yalnız faydalı əlaqələr qurmayacaq, həm də romantik münasibətlərə başlayacaq. Günortadan sonra aktivlik bir qədər azaldılmalıdır. Tələsik qərarlar verməyin, çox güman ki, səhv çıxacaq. Əla gündür. Yüngüllük hissi və emosional yüksəliş sizə çox şeyə nail olmağa kömək edəcək. Bəzi oğlaqlar iş məsələlərinin həlli ilə yaxınlarına kömək etməyi birləşdirməli olacaqlar və bunu çox yaxşı edəcəklər. Cazibədarlığınız başqaları üzərində tez qalib gəlməyə imkan verəcək. Gələcəkdə yaxşı dayağa çevriləcək etibarlı müttəfiqlər əldə edə biləcəksiniz. Çölə çıxmaq, tədbirlərdə və ya izdihamlı şənliklərdə iştirak etmək üçün əla vaxtdır. Bir çox insan sizinlə görüşmək istəyəcək. Çox güman ki, yeni dostlar tapacaqsınız. Yaxşı gündür, lakin çətinlikləri də yoxdur. Cazibədarlığınız artacaq və başqaları üçün o qədər aşkar olacaq ki, hər kəsə qalib gələ biləcəksiniz. Bir çox oğlaqlar öz imicinə biraz daha diqqət yetirməyə meyilli olacaqlar və bu, onların yarada biləcəkləri təəssüratlara yaxşı təsir edəcək. Natiqlik və mühüm danışıqlar üçün əlverişli gündür. Perspektivli və uzun müddətli əlaqələr qurmaq mümkün olacaq. Günün ortasında bəzi xoşagəlməz hallarla qarşılaşmalı olacaqsınız. Bununla belə, çətinliklərin öhdəsindən gəlməyin yolunu asanlıqla tapacaqsınız. Gün çətin başlayacaq, amma yaxşı anlar da olacaq. Gücünüzü toplamaqda və planlaşdırdığınız işlərin öhdəsindən gəlməkdə çətinlik çəkəcəksiniz. Mümkünsə, səhər üçün ciddi bir şey planlaşdırmayın. Sakit və tanış bir şey edin. Yaxınlarınızla mübahisəyə girməyin, çətin ki, razılaşa bilməyəcəksiniz, amma mübahisə etmək ehtimalınız yüksəkdir.
Bununla belə günün ortalarına doğru müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Oğlaqların əksəriyyəti başladıqları hər şeyi uğurla başa vuracaq, sakitləşəcək və pozulmuş münasibətləri düzəldəcək. Axşam qonaqları ziyarət etmək və dostlarla görüşmək üçün əlverişlidir. Dolça. Bugün nə işə başlasanız, yaxşı nəticə əldə edəcəksiniz. Özünüzü ən yaxşı tərəfdən göstərəcək fürsətlər yaranacaq və siz onlardan bacarıqla yararlanacaqsınız. Nüfuzunuz artacaq, tərəfdaşlarla sərfəli razılaşmalar əldə etmək mümkün olacaq. Müzakirələrdə üstünlük sizdə olacaq. Danışıqlar və ictimai çıxışlar da uğurla keçəcək. Günün sonuna doğru bəzi dolçalar həddindən artıq həssas ola bilərlər. Bu vaxt vacib qərarlar qəbul etməmək məsləhətdir. Axşamı sakit atmosferdə keçirin, istirahət edin və gücünüzü bərpa edin. Çox şey əldə etmək olar, amma cəhd etməli olacaqsınız. Günün ilk yarısında fikirlərinizi irəli sürməkdən çəkinməyin, onlar hərarətlə qarşılanacaqlar. Ətrafınızdakılar planlarınızı həyata keçirməyə kömək edəcəklər. Kifayət qədər səy göstərən dolçalar təsirli nəticələr əldə edəcəklər. Bir çox cəhətdən şanslı olacaqsınız, ancaq yalnız şansa güvənməməlisiniz. Dostlar və yaxşı tanışlar işlərinizə təsir edəcək, faydalı məsləhətlər verəcək və ya karyeranızda irəliləməyə kömək edəcəklər. Ancaq tələsik qərarlar qəbul etməməli və tələsik vədlər verməməlidir. Çox yaxşı gün deyil. Sakit qalmaq çətin olacaq. Hər şeyi planlaşdırdığınız kimi getməyəcək, ona görə də getdikcə tənzimləməli olacaqsınız. İşlərinizdə başqalarının köməyinə ümid etməməlisiniz. Onlar səndən imtina etməyəcəklər, amma hər şeyin öhdəsindən tək başına daha tez gələcəksən. Vacib qərarlar qəbul etməməli və iri miqyaslı layihələrə başlamalısınız. Günün ikinci yarısında diqqətinizi rutin işlərə yönəltməlisiniz. Bir vaxtlar təxirə saldığınız işləri sonradan yerinə yetirə biləcəksiniz. Yaxınlarınızın dəstəyi dolça bürclərinin əksəriyyətinə gərgin gündən sonra istirahət etməyə kömək edəcək. Sıx bir gündür. Səhər saatlarında artan konsentrasiya tələb edən işlərlə məşğul olmaq yaxşı olardı. Siz konsentrasiyanı asan tapacaqsınız və heç bir vacib detalı qaçırmayacaqsınız. Bəzi köhnə problemlər yenidən sizi təqib edə bilər, lakin onlarla məşğul olmaq üçün kifayət qədər güc və vaxtınız olacaq. Üzürlü səbəb olmadan başqaları ilə mübahisə etməməlisiniz. Bəzən insanların öz səhvlərini dərk etməsi üçün biraz gözləmək daha yaxşıdır. Bir çox dolçalar xüsusilə həssas və yaxınlarının əhval-ruhiyyəsini qəbul edəcəklər. Axşam səmimi söhbətlər və ailə əlaqələrini möhkəmləndirmək üçün idealdır. Sakit, lakin məhsuldar gündür. Səhər vacib bir şey etməyə ehtiyac yoxdur. Başladığınız işi bitirin, səhvləri düzəldin, işləri qaydasına salın. Yaxşı olar ki, tədricən iş ritminə daxil olun. Bir çox dolçalar qeyri-adi dərəcədə cazibədar olacaqlar, buna görə də əvvəlcə çox mehriban olmayanlarla belə asanlıqla ortaq bir dil tapacaqlar. Yeni bir şey öyrənmək üçün yaxşı vaxtdır. Sizə tanış olmayan mövzuları tez başa düşəcəksiniz və əldə etdiyiniz biliklər uzun müddət yaddaşınızda qalacaq və tezliklə sizin üçün faydalı olacaq. Axşam sizi xoş xəbərlər gözləyir. Ən asan gün deyil. Səhər saatlarında özünüzə fasilə vermək və məsuliyyətlərinizə laqeydlik etmək istəyəcəksiniz. Vacib işlərə dərhal başlamaq lazım deyil, amma yenə də hər şeyi sonraya qoymamalısınız. Yaxınlarınızdan kömək istəyin, onlar sizə kömək etməyə hazır olacaqlar. Sevdiyiniz insanın dəstəyi sayəsində pis əhval-ruhiyyənin öhdəsindən daha tez gələ bilərsiniz. Günortaya qədər hər şey tədricən düzələcək. Özünüzü bir yerə toplaya və ən vacib məsələlərin öhdəsindən gələ biləcəksiniz. Bir çox dolçalar asanlıqla prioritetləri təyin edəcək və enerjilərini ağıllı şəkildə bölüşdürəcəklər. Balıqlar. Bugün cəlbediciliyiniz daha da artacaq və bu istədiyiniz nəticələrə daha tez çatmağınıza kömək edəcək. Ətrafınızdakılar sizə məmnuniyyətlə dəstək verəcəklər, yetər ki, çox təkidli və aqressiv olmayasınız. Müxtəlif insanlarla əlaqələri gücləndirmək və etibarlı tərəfdaşlar qazanmaq üçün yaxşı gündür. Maliyyə məsələlərinə xüsusi diqqət göstərin, həm gözlənilməz gəlirlər, həm də ani xərclər mümkündür.
Axşam işgüzar fəallığı bir qədər azaltmaq, dincəlmək, ailə üzvlərinə və ya yaxın dostlara vaxt ayırmaq məsləhətdir. İlk baxışdan belə görünməsə də gün yaxşı olacaq. Səhər hər hansı səbəbdən başqaları ilə mübahisə etməyə meyilli olacaqsınız ki, bu da lazımsız münaqişələrə səbəb ola bilər. Bununla belə, emosiyalarının öhdəsindən gəlməyi bacaran balıqlar problemlərə orijinal həll yolları tapacaq və gələcək uğurlarının əsasını qoymağın yolunu tapacaqlar. İnsanlarla ünsiyyət qurarkən zərifliyi unutmamaq vacibdir, o zaman çətinliklərdən qaça biləcəksiniz. Günün ikinci yarısı həm işgüzar, həm də şəxsi məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Söhbət həmişə asan olmayacaq, lakin hər hansı anlaşılmazlığı aydınlaşdırmağa və kompromis tapmağa kömək edəcəkdir. Gün olduqca yaxşı başlayacaq, ona görə də xoş anları qaçırmayın. Fəaliyyətiniz və enerjiniz ən çətin və gözlənilməz işlərin öhdəsindən gəlməyə kömək edəcək. Gələcək uğur üçün yaxşı zəmin yarada biləcəksiniz. Bununla belə, bəzi balıqlar öz hərəkətlərində həddindən artıq tələskənliyə meyilli olacaqlar ki, bu da kiçik problemlərə və əsəbi səhvlərə səbəb ola bilər. Axşam yaxınlaşdıqca məişət işlərinə xüsusi diqqət yetirməli olacaqsınız. Bu, yorucu və ya ağır olmayacaq, ancaq sizi bəzi planları təxirə salmağa və ya ləğv etməyə məcbur edəcək. Gözəl bir gündür, xüsusən başlanğıcda. Həvəsiniz ətrafınızdakiları ruhlandıracaq, buna görə də əməkdaşlığınız son dərəcə məhsuldar olacaq. Çətin məsələləri müzakirə etmək və mühüm qərarlar qəbul etmək üçün əlverişli zamandır. Bir çox balıqlar həmişə yaxınlaşmaqda çətinlik çəkən insanlarla belə uğurlu danışıqlar apara biləcəklər. İctimai tədbirlərdə iştirak iş üçün faydalı olacaq və çoxlu həzz gətirəcək. Günün sonunda yorğunluq və əsəbilik yığılacaq, ona görə də çətin işləri axşama qədər təxirə salmamalısınız. Məişət problemlərinin həlli ilə məşğul olmalı olacaqsınız, lakin əldə edilən nəticələr sizi sevindirəcək. Gözəl gündür. Elə səhər saatlarından güc və enerji ilə dolu olacaqsınız, buna görə də uzun müddət heç kimin öhdəsindən gəlməyə cəsarət etmədiyi bir sıra məsələləri həll edəcəksiniz. Ən yaxşısı vacib mövzuları qeyri-rəsmi şəraitdə müzakirə etməkdir ki, tez bir zamanda ümumi dil tapıb hər şeydə razılaşa biləsiniz. Bir çox balıqlar yüksək intuisiyaya sahib olacaqlar və bu, onlara çətin şəraitdən qeyri-standart bir çıxış yolu görməyə kömək edəcək. Yeni tərəfdaşlar və nüfuzlu havadarlar əldə edə biləcəksiniz. Axşam çölə çıxmaq, ünsiyyət və perspektivli tanışlıqlar üçün əlverişlidir. Gün o qədər də yaxşı başlamayacaq, amma axşam şanslı olacaqsınız. Səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Siz əsassız narahatlıqlara meyilli olacaqsınız, buna görə də müsbət düşüncə çərçivəsinə daxil olmaq üçün sizə biraz vaxt lazım olacaq. Bəzi fikirləriniz reallığa uyğun gəlməyəcək. Siz taleyüklü qərarlar qəbul etməməli və uzun müddətli planlar qurmamalısınız. Günün ikinci yarısında əksər balıqlar bütün zəruri işləri uğurla həll edəcəklər. Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olmaq yaxşı olacaq. Sevilən biri xoş bir sürpriz təqdim edə bilər.